26 yaşlı pasiyentimizdir. Bizim pasiyentimiz olmuyor. İlk səfərdir. Gəlib ağıl dişinin çəkimi üçün gəlib və çox qorxur. Deyir ki, şayələrə görə nətər dediniz? Bir dənə deyin. Ağıl dişi çəkiləndə çox ağrıyır. Şayələrə görə. Bəli. İlk səfərdir ki, pasiyentdən gözəl sözünü deyir, şayələrə görə. Yəni şayə olduğunu bilir. Deyir ki, ağıl dişi çəkiləndə çox ağrıyır. Qorxu varmı, həyəcan varmı? Bəli, qorxuram. Bir hündürdən danışaq da, nə olar ki? Bəli, qorxuram. Hə. Nədən qorxu? Ağrı olacağından, yoxsa sonraki fəsadından, narahatlıq, qanaxma olacaq? Sadəcə çəkiləndəki ağrıdan. Ondan qorxursunuz. Bəli. Bir yerdə çəkəkmi? Hə? Necə? Bir yerdə bir hiss eləyirik, bir baxaq mı, görüm ağrı varmı, yoxdur mu? Başlayaq mı? Bəli. İynə vurmuşuq, indi başlayacağıq. Breket var pasiyentin ağzında, üzünün düşməyini istəmir. Deyir, əgər bu səfər ağrı olmasa, gələn səfər çəkəndə üzümü göstərəcəm. Elə deyirsiniz? Bəli. Birinci böyük ağzı dişidir, bu iki, bu isə üçüncü böyük ağzı dişidir. Bu dişi indi çəkəcəyik. Bax, bundan qorxur pasiyent. Belə saxlayaq. Ağrı varmı? Böyük açırıq. Bəs biz bu dişi çəkə bilməsək nə olacaq? Çəkə bilməsək nə olacaq dişimizi? Mənə baxın. Dişimiz hazırdır burada. Diş hazır. Bildiniz hə? Bəli. Dişimiz hazır. Çox qorxurdunuz. Bəli. Biz işimizi bitirdik. Bağlayın. Travmasız heç nəsiz çəkdik, getdi.